var idi. Onun hərbəniyyəsində gəldim. Başlayaq. Ay müəllim, siz 5 dənə deyirsiniz. Mən də yapıyorum. 6. Təzədən başladı. Deməli uşaqlar, kimyəvi reaksiyaların təsnif halı. Kimyəvi reaksiyalar təsnif olunur. 1. Reaksiya daxil olan və alınan maddələrin sayına görə. Reaksiya daxil olan maddələrin sayı ilə alınan maddələrin sayının fərqinə görə reaksiyalar bölünür. Birləşmə reaksiyaları, parçalanma, əvəz etmə və mübadilə. Reaksiya daxil olan maddələrin aqreqat hallarına görə, reaksiya daxil olan maddələrin aqreqat halları eyni olarsa, eyni fazalarda olarsa, yəni hər ikisi qaz halında, bütün maddələr hamısı bərk halda, daha doğrusu qaz halında, maye halında, məhdulda. Bu zaman olur homogen reaksiyalar. Müxtəlif fazalar sərhəddində, müxtəlif aqreqat halında olan zaman isə bu zaman olur heterogen reaksiyalar. Məsələn, bir maddə bərk halda, biri qaz halında, biri mayedə, biri qaz halında, biri bərk halında və s. Reaksiyaların getmə istiqamətinə görə axıradəkilər reaksiyalar dönməyən reaksiyalardır. Axırada getməyənlər, yəni sonda çöküntü qaz su alınmayanlar isə dönən reaksiyalardır. Gəlin başlayaq bir-bir. Birinci, reaksiya daxil olan və alınan maddələrin sayına görə. Baxın, deməli birləşmə reaksiyaları. Digər adı nə idi bunun? Sintez. Sintez. Yəni mənası nə isə əmələ gətirmək, sintez etmək, birləşmə reaksiyaları. Nə olursa olsun, sol tərəfdə neçə maddə olur olsun, oxdan sağ tərəfdə yalnız və yalnız bir maddə olmalıdır, bir mürəkkəb maddə. Deməli, məntiqlə birləşmə reaksiyalarında hər zaman nə alınır? Bir mürəkkəb maddə. Sol tərəfdəki maddələr bəsit və ya mürəkkəb ola bilər, sağ tərəfdə isə ancaq mürəkkəb maddə alınmalıdır. İkinci, parçalanma reaksiyaları, birləşmənin əksi. Parçalanmanın digər adı analiz reaksiyalarıdır. Nə isə analiz etmək üçün tərkibini parçalamaq lazımdır. Ona görə də buna deyirlər analiz və ya parçalanma reaksiyaları. Birləşmənin əksi, reaksiyanın reagent tərəfində, sol tərəfində ancaq bir maddə olmalıdır, sağ tərəfdə isə 2 və daha artıq maddə olmalıdır. Sol tərəfdəki maddələr ancaq mürəkkəb maddələr ola bilər, sol tərəfdə parçalana bilər. Sağ tərəfdəki isə fərqi yoxdur, bəsit və ya mürəkkəb maddə ola bilər. Ancaq sol tərəfdə hər zaman mürəkkəb maddə əmələ gəlməlidir, olmalı daha doğrusu sol tərəfdə. Əvəz etmə reaksiyalarını bəzən mübadilə reaksiyalarından uşaqlar qarışdırır. Nəyə görə? Diqqətli olun. Əvəz etmə reaksiyalarında bir və ya bir qrup atom daha mürəkkəb maddənin tərkibindəki bir və ya bir neçə atom qrupunu əvəz edir. Baxın, burada sink hidrogeni əvəz edir. Natrium suyun tərkibinə yazaq HOH. Suyun tərkibindəki H-ı əvəz edibdir, birləşib OH-la. Burada xlor bromu əvəz edibdir. Burada isə diqqətli olun. Silisium O2, silisium dioksid, kalsium karbonat tərkibindəki karbon qazını onun birləşməsindən çıxardıbdır. Yəni silisium dioksid mürəkkəb maddə, daha mürəkkəb maddənin tərkibindəki karbon qazını, karbon dioksidi onun birləşməsindən ayrılır və kənara çıxdı karbon qazı. Ona görə bu nədir? Əvəz etmə reaksiyası. Mübadilə və ya dəyişmə reaksiyaları. Diqqətlə baxın. Bu ən rahat qaydasıdır uşaqlar. Mübadilə, dəyişmə reaksiyalarında bir mürəkkəb maddənin katyonu, müsbət üç iyonu, digər mürəkkəb maddənin anionu ilə birləşir. Buradakı bu mürəkkəb maddənin anionu da digər mürəkkəb maddənin katyonu ilə birləşir. Qarşılıqlı dəyişmə, yəni exchange. Bir maddənin iyonu, müsbət iyonu, bir mürəkkəb maddənin tərkibindəki iyon, digər mürəkkəb maddənin tərkibindəki əks üç iyona birləşir. Yəni, qarşılıqlı dəyişir, baxın. Barium sulfatla birləşdi, natrium xlorla. Və diqqətli olun, bu rahatdır. Ancaq bu növ reaksiyada baxın uşaqlar. Natrium müsbət 1, H mənfi 1, suyun tərkibi HOH yazın, H müsbət 1, OH mənfi 1. Görürsünüz, burada natrium birləşibdir suyun OH-ından, natrium OH aldı, baxın, natrium müsbət 1, OH mənfi 1. Hidrogen birləşib suyun hidrogeni ilə, bax, buradakı rey müsbətdir, bu mənfidir. Bir maddənin müsbəti, digər maddənin mənfisi ilə birləşir. Yəni, burada şərt deyil ki, hər iki, ola bilər ki, deyilərsiniz ki, məsələn, burada müəllim, hər iki hidrogendir. Bir hidrogen burada müsbətdir, bu hidrogen burada mənfidir. Bir maddənin müsbəti, digər maddənin mənfisi ilə birləşir. Buna görə də bu nə adlanır? Qarşılıqlı, nədir adı bu? Dəyişmə və yaxud da mübadilə reaksiyaları. Baxın misallar üzərindən. Cəsur, birinci reaksiya, növü nədir? Birinci parçalanma. Digər adı nədir? Digər adı. Sintez. Parçalamanın digər adı. Analiz. Düqadası, ikinci reaksiya. Tələsin. Dəmir, mis 2 su kloridəki misi relikdir. Əvəz edibdir. Növbəti, bu reaksiya növü nədir? Bir maddə, ay sol. Parçalama və digər adı nədir bunun?
Analiz. Sezan, Analog. diqqətli ol. Həmin ismə. Hayson. Niyə? Çünki silisium dioksid buradakı P2O5-i mürəkkəb maddənin tərkibindən çıxardı. Vali. Növbəti. Bu. Parçalanma. Yox. Sağ tərəfdə bir maddə, bir yerə yığılır. Bir yerə yığılan nə adlanır? Birləşən, bir yerə yığılan, bəli, birləşmə. Yeni birləşmədir də. Mən. Bəli, Birləşmə. birləşmə. Əzəmət, diqqətli ol. Nədir? Mübadilə. Mübadilə, bəli. Növbəti, Ali. O da mübadilədir. Yox, diqqətli olun. Tələsmə. Kalsium müsbət birləşibdir suyun tərkibi HOH-dakı deməli OH-la. Buradakı hidrogen mənfidir. Birləşib H müsbətlə. Kalsiumun özü suyun OH-la, kalsiumdakı hidrogen birləşibdir suyun hidrogeni ilə, müsbətlə. Bir maddənin müsbəti digər maddənin mənfisi ilə, bəli, mübadilə, dəyişmə. Bəs bunda türkər, diqqətli olun. CH4 ilə su, karbonun hidrogeni gedibdir, oksigen keçib hidrogeni yerinə keçib. Yəni əvəz edir, bəli, əvəz etmə. Axırıncı, Leyla. Bəli, ISO. Niyə? P2O5 nitrat turşusundakı N2O5-i onun birləşməsindən çıxardır. Yəni əvəz edir. Bəli, əvəz etmə reaksiyasıdır. Doğrudur. Növbəti, deməli uşaqlar, gəldik nəyə? Dedik bayaqlarım, reaksiya daxil olan maddələr eyni fazalar sənədində, yəni aqreqat halları eyni olan zaman eyni faza adlanır. Aqreqat halları müxtəlif olanda isə fərqli fazalar sənədində baş verir. Eyni faza sənədində olanda, yəni ki, maddələrin aqreqat halları hamısı eyni olanda homogen reaksiyadır. Hamısı qaz plus. Bax, diqqətli olun ha, məhsul yox, reagentlərə baxın. Oxdan sol tərəfdə. Bütün maddələr eyni fazada olanda, eyni aqreqat halında, qaz, maye, məhlulda. Bəli, homogen reaksiyalar. Görürsünüz, azot, hidrogen, qaz. SO3 maye, su maye. Kalium OH suda həll olub məhluldadır. H olur, suda həll olub məhlulda. Reaksiyadan baş verən qabın bütün həcmində reaksiya baş verirsə homogen reaksiyadır. Müəyyən bir həcmində lokal bir məsafədə baş verirsə heterogen reaksiyadır. Ya da saxlayaq. Yəni bu sözə diqqət etirin. Qabın bütün həcmində, bütün otaq boyu reaksiya baş verirsə homogendir. Müəyyən bir arealda baş verirsə heterogen reaksiyadır. Maddənin müəyyən bir səthdə baş verirsə. Görürsünüz, deməli heterogen çox fazalı reaksiyalarda reaksiya maddələrin, reagentlərin fazaları müxtəlifdir. Biri qaz, biri bərk, yəni faza demək mənası, aqreqat var. Biri qaz, biri bərk, biri maye və s. Kükürt bərk, oksigen qaz, heterogen, müxtəlif fazalı, çox fazalı və yaxud da sink bərk, haşlılır məhdulda. Yəni, bütün həcmində yox, fazaların sənədində. Məsələn, biz deyək ki, kükürdü oksigenlə qarışdıranda, kükürt bərk maddədir. Kükürdə nə qədər çox xırdalasaq, toz halında yadır. Toz halında olan kükürdə toxunan oksigenlərin hansı toxunubsa da, orada reaksiya baş verir. Belə fikirləşin, oduncaq sözdür, məsələn, bərk maddədə. Oduncağı haradan yandırırsansa, oradan yanır. Yəni, hər yerində reaksiya baş verir, bir dənə. Bir hissəsində baş verir də bunun. Buna deyirlər fazalar sənədində. Yəni, maddəni haradan reaksiya aparırsansa, hansı hissəsindən, oradan reaksiya təmas baş verir. Oradan təsir baş verir. Ancaq, məsələn, otağa qaz da olsa, məsələn, otaqdakı qazı yandıran üzü bir anda alışır. Bir anda bütün otağın, bütün həcmində reaksiya baş verir. Çünki eyni fazada olur da, oksigen qazdır, havadakı qarışan metan qaz da qazdır və qaz qarışığında bütün qazlar bir təmas edir. Hansı fizikada bu? Difuziya. Qazların nüfuz eləməsi. Mən böyük bir otaqdır, ona da qazsın. Elə biz həmin vaxtı da kibrit yansa, bütün otaq partlayar. Əgər yığılan qazın oradakı həcminə baxır da, məsələn, evə qaz sızan zaman ən çox bizə demək olur mu? Deyin görək. İydən. Deyək ki, məsələn, iyi də yoxdur. Səs. Qaz səs alır. Işığı yandır partlayanır. Ayrısı da o. Başaqlar. Mən Təbii qazın tərkibi hansı qazlardır? Metan, etan qazı, ən çox metan, etan, CH4, bir də CH6. Ən çox CH4-dür. CH4-ün bir molçası qədərdir? 16. CH6-da 30 qramdır. Hansı qaz havadan yüngüldən çox? 16. 29-dan böyük olan. Ağırla budur da. Bu 29-dan kiçik olandır, yüngül qazdır. Yüngül qazın tərkibi çox olduğuna görə evə qaz sızanda birinci qayda qaz hara yığılır? Patolog hissəsinə yığılır, tavana yığılır. Nə qədər çox yığılsa, o tavandan yığıla-yığıla aşağı gəlir deyə, sıxılığı artır deyə. Əgər sənin o səviyyəndə qazın isi gəlirsə, deməli o tavan təmiz qazla doludur. Yox, əgər sənə bulunmaq iyi gəlir, toğa gələndə iyi gəlmirsə, deməli hələ yuxarı yığılıdır. Ona görə də
o işıq yanılı olanda söndürmək olmaz, sönülü olanda bir yandırmaq olmaz. Sönülü olanda yandırmaq olmalı, hamı başa düşür hardasa da o təhlükəni. Ancaq yanılı olanda niyə söndürmək olmaz? Çox adam işıq yanılı olanda, evə qazı olanda elə başa düşür ki, tez söndürməlidir. O onsuz partlayarda o bəri başlar. Niyə partlamır ki, yanılı olan işıqsı var? Ben kutuya keçilen Bəli, oradakı açar, kutuda açar deyirlər də, onu açar. Açarı olanda gecə vaxt görürsünüz, içərisindən qığılcım çıxır, işıq görsənir. O qığılcım top dəcələr də orada sürtünmənin təsirindən elektrik havada iyonlaşma verir. O havada iyonlaşma verən zaman da o qazı yandıran, alışdıran oradakı başlanğıc yer oradır, mənbə. Yəni o qığılcım mənbəyi oradan başlayır deyə oradan partlayış baş verir. Orada da zəncirvari nüvə reaksiyası kimidir. Qaz molekülləri bir yanır, başqasını yandırır. Domino effekti. Bir qaz molekülü yanır, metan qazı. Bunun yanmasına enerji çıxır da müəyyən. Nədir bu? Eksotermik reaksiya baş verir də, isti yanır. O həmin istiliklə başqa qaz molekülü yandırır. O da saniyənin 10'da birində, 100'də birində, milyonda birində. O da bir anda çox böyük partlayış olur. Çünki nəyə görə? Tez bir zamanda bütün fazalar sərhədində reaksiya baş verir, bütün həcmində. Ancaq orada məsələn heterogen reaksiya baş versəydi, müəyyən miqdar yana bilər. Məsələn, deyək biri var kömür yandırsın, qazı yandırsın. Qazı yandıran tez alışır. Çünki niyə? Bütün fazalarda reaksiya baş verir, bütün həcmində. Kömür yandıranda müəyyən bir həcmində, yəni müəyyən fazasında baş verir. Çox fazlalı sistem olduğuna görə, heterogen reaksiya olduğuna görə. Belə uşaqlar, bunu başa düşdük. Heterogen reaksiyalar Cəsur. Seç. Hansı reaksiya homogendir? Bir ayırın. A variantı. Homogen, heterogen. Hidrojen. Nəyə görə? Sıra gazla. İkisi də qazdır. Yok. Tərkibində metal olan nə sayılır? Bərk maddə. Əksərən metalların birləşmələri bərk halda olur. Onda bu kalsium oksid bərkdir uşaqlar. Bərk, bəs bu nədir? Hansı maddə? Karbon qazı. Deməli qaz. Biri qaz, biri bərk. Müxtəlif fazalar. Çox fazalı sistem. Çox fazalar da burada. Biri bərk, biri qazdır. Müxtəlif fazalar. Heterogen də ona görə. Bəs B variantı? O da heterogendir. Bəli, dəmir bərk oksigen qazdır, müxtəlif fazalı, çox fazalı, heterogendir. Sink oksid bərk, hidrogen qaz, müxtəlif fazalı, heterogendir. Karbon, kömür, diqqətli olun, bərk, ucu karbon deməkdir. Oksigen də qaz, demək heterogen. Dəm qazı, oksigen qazı, hər ikisi eyni qaz. Homogen reaksiya eyni faza. Bəli, Y variantı. Bu da eyni şeydir, baxın, kalsiyum bərk halda, mis bərk halda, gümüş bir nitrat məhlulda heterogen reaksiya və mis gümüşü əvəz edir. Nə baş veribdir? Əvəz etmə reaksiyası. Reaksiya növləri heterogen və əvəz etmə. Dönən dönməyən reaksiya, baxın. Əgər ən rahat qayda reaksiyada 2 ox görsəz, bilin ki, bu dönən reaksiyadır. Və yaxud da aydın, reaksiyada 1 ox 2 tərəfli görsəz, bilin ki, bu dönən reaksiyadır. Dönən reaksiyadır. Bunun mənası nədir? Zaman keçdikcə birinci etapda məhsul yoxdur hələ ki. Azot hidrogen sərf olur, məhsul alınır. Daha sonra alınan məhsulun bir qism parçalanır, eyni zamanda başlanğıc maddə reagentlər alınır. Eyni zamanda həm get-gedə məhsul parçalanır, reagent alınır, həm də reagentlər birləşir, məhsul alınır. Yəni mən belə deyək, məsələn, sənin pulun var, pul xərcləyirsən, mənim pulum yoxdur, pul qazanmışam. İndi mən sən pul xərcləyən zaman pul qazanıram da, qazanandan sonra indi mən də xərcləyirəm, sən istəsən mən səndən nəsə alıram, qarşılıqla. Həm sən xərcləyirsən, mən nəsə alırsan. Qədim dövrdə var idi, məsələn, kənd təsərrüfatının ilkin formalarından. Məsələn, birinci ictimai əmək bölgüsü yarandı, sonra ikinci və s. İnsanlar o vaxtda pul vahidləri yox idi də, əmək məhsullarını qarşılıqlı müəyyən bir meyarlarla dəyişirdi. Məsələn, biri deyək ki, taxıl əkibdir, biri də ki, misal üçün, heyvan saxlayır, ət kəsibdir. O taxılı müəyyən bir miqdarından digərinə verir, onun qarşılıqlı formalar. Bəli, demək, qarşılıqlı formada həm reagentlər sərf olur, məhsul alınır, həm də məhsul sərf olur, reagent alınır. Bu olur dönər reaksiya. Yox, əgər bir ox istiqamət görsəz, yəni harada məsələn, deyək ki, karbon söyləyən oksigen alınır CO2. Bir ox, bu dönməyən reaksiyadır. Yəni başlanğıc maddə sərf olur, ancaq məhsul alınır və başlanğıc maddə bitir, tam sərf olur, da yoxdur artıq. Get-gedə azalır, yox. Dönməyən olduğunu oxdan başqa nə qədər? Deyəcəm indi, çevirin baxaq. Deməli uşaqlar, ikinci qayda. Dönməyən reaksiyalarda, reaksiyanın sonunda çöküntü, qaz və su, yəni qeyri-elektrolitlər, çöküntü, qaz, su, bunları görsəz, bunlar dönməyənlər. Reaksiyanın sonunda çöküntü maddəsi, qaz halında maddə və yaxud da su alınarsa, yəni iyonlarına ayrıla bilməyəndə bərk maddə və yaxud da molekülyər maddə, qaz maddəsi, ox aşağı çöküntü, ox yuxarı qaz, bir də su. Bunları harada görsəz, bunlar dönməyən reaksiyadır.
Üçüncü bir şərt də var, üçüncü qaydası da var. Qrafiklərdə. Baxın, qrafiklərdə kim deyər? Azalan xəttlər nə sayılırdı? Reagentlər. Azalan xəttlərdən biri ciyəz sıfıra toxunsa, yəni ki, ordinat oxundan başlayıb aksi oxunda sıfıra toxunsa, bu növ reaksiya dönməyəndir. Yəni, azalan xəttlər, reagentlərdən biri ciyəz toxunsa sıfıra, o reaksiya dönməyən reaksiyadır. Yox, əgər azalan xəttlərin heç biri ordinat oxundan başlayıb və sıfıra toxunmursa, yəni aksi oxuna toxunmursa, bəli, bu dönən reaksiyadır. Baxın, görürsünüz, heç bir azalan oxunun heç biri sıfıra toxunmur. Bu da ikinci qaydam, cəddə saxlayın. Bunlar dönən reaksiyalardır, dönən. Elə olanda, dönən reaksiya. Bu isə dönməyən olur. Çünki axıra kimi sərf olubdur, dönməyəndir bu, sona kimi. Bu isə fərqi yoxdur, istər biri olsun, istər hamısı olsun, fərqi yoxdur. Bir dənə reagent azalan xətt sıfıra toxunubsa, sıfır olubsa, o dönməyəndir. Yox, elə heç biri sıfıra toxunmursa, dönən reaksiyalardır. Ya da yola çoxdur. Bu da eyni şey bilir. Baxın, görürsünüz, hər ikisi məhduldadır. Kalium yorit maddəsi və quruluşun 2 nitrat maddəsi qarışdırılan zaman alındı quruluşun 2 yorit maddəsi, sarı çöküntü. Nə baş verdi? Çöküntü halında bərk maddə, yəni ki, çöküntü alındı. Bu da nəyi sübut edir? Bu dönməyən reaksiyadır. Sonda çöküntü alınır. Sonuncu, oksidləşmə, reduksiya reaksiyaları. Qısa konkret deyək. Kimyəvi reaksiyalara, bunun özü adlı bir dərs var olsun, yəni xüsusi dərs var da, müayid olan. Deyək. Əgər kimyəvi reaksiyalarda reaksiya daxil olan maddələrin oksidləşmə dərəcələri dəyişirsə, soldan sağa, eyni elementin oksidləşməsi soldan sağa keçəndə müxtəlif olursa, oksidləşmə, reduksiya reaksiyalarıdır. Oksidləşmə dərəcə dəyişmirsə, heç cür, solda sağ tərəfdə, eyni elementin atomlarında, adi reaksiyalardır. Baxın, görürsünüz, hidrogen 0, xlor 0. H klorda H müsbət 1, xlor mənfi 5. Burada məsələn, azot müsbət 5, karbon 0, kükürt 0-dır. Sağ tərəfdə kükürt mənfi 2, azot 0, karbon müsbət 4. Görürsünüz, dəyişdi. Ən azından yük dəyişməsini görsəz, bilin ki, oksidləşmə, reduksiya reaksiyalardır. Bunun ikinci ən rahat yolu nədir? Odur ki, reaksiyanın istər sol tərəfində, istər sağ tərəfində harada bəsit maddə görsəz, bəsit maddə iştirakı ilə baş verən reaksiya 100% oksidləşmə, reduksiya reaksiyalardır, 100%. Ancaq və ancaq hamısı mürəkkəb maddə olsa, onda nəyə baxırıq? Elementlərin birləşmənin tərkibindəki oksidləşmə dərəcəsinə, yalnız ona baxırıq. Əgər bütün maddənin hamısı mürəkkəb olarsa. Yox, ən azından bir dənə bəsit maddə görsəz, bilin ki, orada o reaksiya 100% oksidləşmə, reduksiya reaksiyasıdır. Çünki niyə? Bəsit maddə nəyə bərabərdir? 0. Onda 0-dan mürəkkəb maddənin tərkibini keçirsə də, hər hansı oksidləşmə dərəcəsində olacaq bu qiyməti. Ona görə də 100% nədə olur? Təsvir. Oksidləşmə, reduksiya reaksiyası adlanır. Bəsit maddə iştirakı ilə baş verən reaksiyalar. Baxın misallar üzərindən. Baxın, görürsünüz, burada hamısı mürəkkəb maddələr. Hamısı mürəkkəb maddə olan zaman nə etmək lazımdır? Oksidləşmə dərəcələrini yoxlamaq lazımdır. Kalsium müsbət 2-dir. Sabit 2 valentli olduğuna görə oksigen əksərə mənfi 2-dir. Burada oksigen mənfi 2, karbon yoxdur, müsbət 4. Kalsium müsbət 2, oksigen mənfi 2, müsbət 4. Dəyişən bir şey yoxdur. Eyni tendensiya, analogiya digər maddələrdə eyni olacaqdır. Reaksiya baxın, yoxlayın özünüzdə. Yəni müsbət 2 kalsium, mənfi 2, müsbət 4. Oksigen mənfi 2, müsbət 4. Mənfi 2, müsbət 2, müsbət 4. Mənfi 2, müsbət 4. Dəyişən bir şey yoxdur. Bütün hamısında oksidləşmə dərəcəsi eyni qalır, eyni olunur. Baxın uşaqlar, görürsünüz, burada ümumi qaydadır. Birləşmə reaksiyası, oksidləşmə, reduksiya ola bilər. Baxın, görürsünüz, bəsit maddə var. Olmaya bilər, adi reaksiya. Birləşmə də adi reaksiyadır. Baxın, parçalanma, bəsit maddə alınıbdır. Oksidləşmə reduksiyadır. Parçalanma ancaq yük dəyişməyib, adi reaksiya. Əvəz etmə, bəsit maddə var. Oksidləşmə reduksiyadır. Kamera çəkmir. Çəkmədi. Çəkir. Orada oğlum tutulur kamera. Yaxşı bax. Yansıdır. Dayanıb yoxsa çəkmir? Çəkir. Nə çəkmir? Çəkir. Qabaqda görünür də yəni. Neyini indi? Başqa yolumuz yoxdur da. Hə. Deməli uşaqlar, əvəz etmə reaksiyalarında yenə baxırsınız, bəsit maddə var. Bəsit maddə nə sayılır?
oksidləşmə, reduksiya, bəzi maddə yoxdur, hamısı mürəkkəb maddədir və güc dəyişməkdir, adi reaksiya. Hətta mübadilə dəyişmə reaksiyalarda gördüyünüz kimi bəsit maddə olan zaman olacaqdır oksidləşmə, reduksiya, bəsit maddə yoxdur və mürəkkəb maddələrdir, adi reaksiyadır və güclər dəyişməkdir. Yadda saxlayın, bütün yanma reaksiyaları, harada yanma görsəz, yanma reaksiyaları oksidləşmə, reduksiya reaksiyalarıdır. Yadda qalar. Harada yanma görsəz, yanma nə edilirdir? Hər hansı maddənin oksigenlə bəli, iştirakının. Çünki məntiqlə baxmışaqlar. Hər hansı X maddəsi oksigenlə yanırsa, oksigen nədir burada? Bəsit maddə. Onda məntiqlə yenə eyni işə gəldik. Deməli, harada bəsit maddə görürsünüzsə də 100% oksidləşmə reduksiyadır. Hər şey bəhs eləyər. İndi oksidləşmə reduksiyanın öz dərsi var əlbəttə. Orada geniş izah verəcək, yəni o icmal formasında. Yəni ətraflı deyəcək onların qaydalarını. Əsas orada əmsallaşdırmalı. Hələ bilin ki, ən əsası, yəni oksidləşmə reduksiya nədir? Adi reaksiya hansılardır. Bitdi bu qansıq. Onu da verin fazla eləşir. Oradan da sığ. Zaman bir qayda ya enerji udulur ya da ayrılır. Yəni bu iki prosesdən ikisi olmalıdır, biri olmalıdır. Yəni kimya reaksiya baş verirsə, kimyəvi hadisə baş verirsə, ya ətrafa enerji yayılır, ya da enerji udulur. Bu proses baş verməzsə, kimyəvi reaksiya, kimyəvi hadisə baş verə bilməz. Hökmən enerji dəyişməsi olmalıdır ki, kimyəvi reaksiya baş versin. Kimyəvi reaksiyalarda, yəni çözü bilirsiniz azdan çoxdan. Kimyəvi reaksiyalarda ətrafa enerji yayılırsa, məsələn, sən nəsə reaksiya aparırsan, ətraf isinir. Məsələn, adi, təbii qazı yandırsın evdə, qaz yandıranda, mətbəxdə. Qaz yandıran zaman nə olur? Qaz yanır və ətrafa istilik verir. Və ya kombi sistemi olanda və ya minitlo yananda. Deməli, bu nə baş verdi? Maddə yanır, metan qazı, təbii qaz və ətraf isinir. Yəni, ətrafa istilik yayılırsa, kənara istilik yayılması, ekso xaricə, termos istilik. Reaksiyanın özündən ətrafa enerji yayılırsa, bu olur eksotermik reaksiyalar. Bariyer fizikada, daha doğrusu coğrafiyada eksogen, endogen proseslər. Eksogen proses xarici amillərdir, yer kürəsində baş verən tufan, qasırğa, nə bilim, təbii fəlakətlərin bəziləri. Bir də var endogen proseslər də burada. Daxilində, yerin nüvəsində və manifəsində baş verən proseslər. Zənzələ, məsələn, geyzer püskürməsi, isti bulaqlarda geyzerlər və s. Və bunlar endogen, yerin daxilindən gələn hadisələrdir və s. Bu da ona kimidir? Eksotermik reaksiya, ekso xaricə, termos istilik. Bir də endotermik reaksiyalar, endo daxilə, termos istilik. Məsələn, baxın, o termos sözündən. Termos yəni istiliyi saxlayır özündə. Niyə görə saxlayır? Termosda daxilindəki şüşə ilə xaric arasında boşluq var, vakum var. O termos içərisində. O vakumda boşluq olduğuna görə də boşluq istiliyi ötürmür. Hava çəkilmiş olan hissə istiliyi ötürmür deyə. Ona görə termos həm soyuq su soyuq saxlayır, həm də qaynar su qaynar saxlayır. Çünki niyə? Vakumda, kosmosda olduğu kimi boşluqda molekullar olmadığına görə istilik ötürmür. Arada molekul zərrəcə olmalıdır ki, istilik ötürsün. İndi onun kimidir? Endotermik reaksiyalarda da ki, reaksiya getməsi üçün ətrafdan özünə enerji udur. Məsələn, elə maddə var ki, parçalama reaksiyası. Maddəni parçalamaq üçün biz neyini deyildik? Qızdırırıq da, məsələn, təbii kalsium karbonat olsun və yaxud da hər hansı maddə olsun, alovda qızdırmaq lazımdır ki, o maddə parçalansın. Demək, parçalanma əksərən hansı növ reaksiyada? Endotermikdir. Bəs yanma sizcə? Yanma reaksiyaları. Bəli, maddəni yandıran zaman özü ətrafa enerji yayır deyə, onda bütün yanma eksotermikdir, əksər parçalanma isə endotermikdir. Baxın, misallar üzərindən. Deməli, uşaqlar, kimyəvi reaksiyalarda reaksiya tənliyi tərtib olunur, əmsallaşdırılır, maddələrin sağ tərəf ayağında aqreqat halları qeyd olunur və ən sonda yekun udulan və ya ayrılan enerji miqdarı da qeyd olunursa, bu növ reaksiya nə adlanır? Termokimyəvi tənliklər. Termokimyəvi tənliklər. Reaksiya, maddənin aqreqat halı və bir də istilik miqdarı qeyd olunursa, bu növ reaksiya nə adlanır? Termokimyəvi tənliklər. Termokimyəvi tənliklərdə reaksiyanın yekun istilik miqdarı nə adlanır? Reaksiyanın istilik effekti. Yəni, reaksiyanın axırında, sağ tərəfində yekun yazılan enerji nə adlanır? Reaksiyanın yekun istilik effekti. İndi siz baxın, burada nə baş veribdir? Müsbət. Yəni, bu eksotermik reaksiyadır. Hidrogen oksigenlə yanan zaman, əmsallaşdıraq, 2, nə baş verdi? Enerji ayrıldı. Bu isə nədir uşaqlar? Parçalanma reaksiyaları. Parçalanma reaksiyalarında isə bir maddə parçalanır, bir neçə maddə alınır. Deməli, bəli, parçalanmada ətrafdan enerji bulmalıdır ki,
o reaksiya baş versin. Ona görə bunun adlanır endotermik reaksiya. Bəli. Və yaxud da Q sıfırdan kiçik sadə formada. Burada isə Q sıfırdan böyükdür. Bəzən rəqəm əvəzinə işarə qeyd olunur. Məsələn, Q də hər hansı işarədir. Sıfırdan böyükdürsə, deməli, eksotermik reaksiyadır. Sıfırdan kiçikdirsə, endotermik reaksiyadır. Bəli. Rabitə enerjilərinə görə reaksiyanın endotermik yoxsa eksotermik olmağı yox olmaq. Gəl baxaq. Belə misallar çox düşür testlərdə. Birinci qayda, təmik tərtib olunur. Azot qazı hidrogenlə reaksiya edilir, alınır ammonyak, NH3, əmsallaşdırılır. Azotla azot, neçə moldur da var? 1 mol. Deməli, azotla azot 3 qat rabitə 1 moldur. Hidrogenlə hidrogen tək qat rabitədir. Qabağa neçə moldur? 3 mol. Ammonyakın alınması, azotla hidrogen neçə qol olar? 3 qol və qabağa 2 moldur. Şöyle düsturumuz nədir? Bu qaydada, bu reaksiyalarda Q istilik effektini hesablamaq üçün deməli, maddənin qabağındakı əmsal nədirsə, əmsal qurulsun, əmsal. Q rabitə enerjisi, nə? Məhsul. Çıxılsın, maddənin qabağındakı əmsallar, əmsal qurulsun, Q rabitə enerjiləri cəmi nələr? Reagentlər. Bax, hər zaman bu düstur tətbiq edeyim. Məhsuldakı maddələrin bütün rabitə enerjiləri toplayın, qabaqdakı əmsalına vurun. Çıxın, reagentdəki maddələrin hər birinin öz əmsalına vurun, öz rabitə enerjilərinə və toplayın. Gəlin hesablayaq. Q istilik effekti, deyin görək bərabərdir. Məhsulun hansı maddədir? Ammonyak. Ammonyakda azotla H neçə qolu var? 3 dənə. Azotla H rabitəsi, bir qat rabitə nə qədərdir? 390. Nə qədər NH rabitəsi var burada? 3 dənə. Deməli, 3 vuraq 390. Bir də qabağı neçə moldur? Qabaqdakı mol miqdarı 2. Bunun bir tamında 3 vuraq 390-dır. Bəs 2 molekul da qabağında, 2 dənə eyni molekul. Bunun kimi 2 eyni molekulda, onda 2 yapılır. Yəni, offshore bir molekulun içindəki rabitə enerji cəmi nə qədərdir? 10 hesablayırıq. Ondan sonra da qabaqdakı əmsalı neçədir? Qabağındakı əmsala vururuq. Nəyə görə vururuq? Çünki o da 2 moldur. Əgər 1 mol olsaydı, ehtiyac yox idi. Və yenə deyirəm, azotla H neçədir rabitə enerjisi? 390 ilə. Burada neçədən NH var? 3 dənə. 1, 2, 3. Hərəsi 390-dır toplam. Hər NH 390-dır. Neçə eləyir? 3 vuraq 390. Bəs maddənin qabağı neçə moldur? 2. Yəni bunu kimi baxın, 2 dənə eyni molekul var belə. Bax 2 dənə eyni molekul. Toplayın da. 390, 390, 390. Onda 6 dənə 390. Yəni 2 vuraq 3 6, belə yazaq, elədir ki. 2 vuraq 3 6. Bir də təzədən vurulsun. Bəli, 2. Yəni 6 vuraq 390. Başqa yoxdur ki burada məhsul. Yoxdur da. Çıxılsın reagentlərimiz. Reagentlər hansı maddələrdir? Azot və hidrogen. Azotla azot 3 qat rabitə nə qədər uşaqlar? 945. Neçə mol tökə qabağa? 1 mol. Onda 1 vuraq 945 üstə gələk. Hidrogenlə hidrogen ayrı. Nə qədərdir? 6 vuraq 430. İndi qabağa neçə moldur? 3 mol. Bax, bir dənə HH, bu qədər edib, bu H2-dir. H2-nin özündə HH rabitəsi nə qədərdir? 432. Qabağa neçə moldur indi? 3 mol. Onda 3 vurulsun, 432. Məhsuldan çıxır reagentləri. Neçə eləyir? Buradakı qiymətdən çıxır reagentlərin qiymətlərini cəhətdir. Məhsul çıxar reagent, qayda budur. Yəqin ki, müsbət 99 element. Baxın, görən yanılmamış. Müsbət 99. Elə alınmalıdır. Q istilik effekti bərabərdir müsbət 99 olur. Elə deyir. Hesabladınız. Və niyə yazmışsınız, qeyd eləmişsiniz? Elə. Bəli, müsbət 99 kilojol. Silin. Yola gəldi indi hansı reaksiyaların növlərinə? Hansı reaksiyalar əksərən eksotermikdir, hansı reaksiyalar əksərən endotermikdir? Gəlin baxaq. Bayaq dediyim kimi, əksər birləşmə reaksiyaları eksodur. Bəli, müsbət ki, eksodur. Əksər birləşmə reaksiyalarında birləşən zaman artıq enerji ətrafa yayılır. Siz nəyə görə?
maddələr çalışır ki, birləşən zaman minimum enerji saxlasın özündə. Nəyə görə? Çünki nə qədər enerji az olarsa, maddə davamlı olur. Yadınızda dövr sistemində maddə atom elektron verən zaman enerji verir artığını və enerji verən zamanda az enerjidə davamlı hala gəlir, davamlı, stabil hala gəlir. Bu da onun kimidir. Maddələr birləşən zaman artıq enerjiləri xaricə yayır, ətrafa yayır və daha az enerji ilə daha davamlı olmağa çalışır, Onda əksər birləşmə reaksiyaları eksotermikdir. Bütün yanma reaksiyaları, eksotermikdir, istisna azotla oksigenin yanma sayılır. Nəyə görə? Çünki azotla oksigen birləşəndə istilik udulur. Udulduğuna görə də bu nə sayılır? Endotermik. Əgər azotla oksigen birləşəndə ətrafa enerji yayılsaydı, onda bu olar yanma reaksiyası. Havadakı azot qazı oksigenlə nə zaman birləşir ona görə? İldırım çaxanda. Yəni yüksək temperaturda, təbii şəraitdə ildırım çaxması olan zaman, havada elektrik boşalması olan zaman, havadakı oksigenlər birləşir azotla. Nə alınır? NO qazı. Deməli, ildırım çaxması ketol reaksiya. Ya da ki, süni şəraitdə azotla oksigeni 3000 dərəcə qızdırmaq lazımdır ki, ən azı 3-5 dərəcə kimi. O reaksiya baş versin. Havadakı həmin o ildırım enerjisi ya da enerji olmalı ki, reaksiya baş versin. İstisna, əksər parçalanma reaksiyaları endotermikdir. Bir də NO-nun parçalanması qeyd edilir. Bir də bu maddə var. NH4, 2, krom 2O7. Bax bu maddə. Bu maddənin də parçalanması endotermikdir. Baxın, daha doğrusu eksodur. Azot qazı, krom 3 oksid, bir də alınır su. Vulkan reaksiyası. Narıncı rəngli maddə demişdik sizə. Öz-özünə parçalanır, vulkan kimi qaynayır və içərisində azot qazı çıxır qaz halında, rəngsiz, su buxarı çıxır və qabın içərisində yaşıl rəngli krom 3 oksid maddəsi qalır. Bəli, bu istisna parçalanma olsa da eksotermikdir. Yəni Q sıfırdan böyükdür və Q müsbətdir. Bir də bu, NO-nun parçalanması. Qalan parçalanma nədir? Endotermikdir. Hansı maddənin parçalanmasını görsəz, endotermikdir. Yəni Q sıfırdan kiçikdir, mənfidir. Ancaq qalan birləşmə reaksiyaları eksotermikdir. Yanma reaksiyaları hər zaman eksodur. Baxın, yanma Q sıfırdan böyükdür. Harada yanma görsəz, hər hansı maddənin oksigenlə yanmasını görsəz, hamısı eksodur. Yanma reaksiyaları Q sıfırdan böyükdür. Bir dənə istisna azot oksigeni ki, yanma sayılır. Nə sayılacaq? Oksidləşmə. Sizcə niyə? Niyə bu reaksiya eləcək nə sayılır? Oksidləşmə. Çünki bəsit maddə. Nə alınır? Mürəkkəb maddə. Müsbət 2, mənfi 2. Ona görə bu nə sayıla bilər? Oksidləşmə, reduksiya reaksiyalarıdır. Bu reaksiya oksidləşmə, reduksiyadır. Ancaq yanma sayılır. Çünki niyə? Oksigen olsa da enerji udulur. Bu reaksiya baş verməsi üçün ətrafdan enerji udulur. Ona görə nə sayılır bu? Endotermik reaksiya. İstisna, diqqətli olun. Bir də budur, dedik ki, parçalanmadır bu ikisi. Ancaq parçalanma olsa da eksotermik reaksiyadır. Hər ikisi. Parçalanma və eksotermik. Bax, unutmayın ikisini. Çox diqqətli olun. Ancaq diqqətli olun ha. Bax, NO-nun təzədən yanması oksigndə eksotermikdir. Alınan NO qazını yandıranda oksigndə alınır NO2 və Q sıfırdan böyük, diqqətli olunlar testlər. Yəni, NO-nun yanması eksotermikdir. Azotun oksigenlə reaksiyası isə endotermikdir, diqqətli olun. Bundan onu qarışdırmayın. Burada NO alınır, burada NO2 alınır. Bu eksodur, bu endotermikdir. Mən yaş taxtda niyə istəyir ki, bu taxtı çəkilir? Çünki yaş taxtanın tərkibində nə var? Su molekulları. Su molekulları bir-birinə də enerji ötürür axı. Tərkibindəki elektronlara görə. Deməli uşaqlar, bayaq demişdik. Eksotermik reaksiyalarda sistem ətrafa enerji yayır. Sən enerjini ətrafa yayan zaman daxilindəki enerji artır, azalır. Sən enerjini ətrafa sərbəsində, bəli, daxili enerji azalır. Pulun var, pulumu qohum əqləbiyə xərcləyirsən. Yaxın adamlara da, məsələn, qohum əqləbiyə. Kənardan sən müsbət görsənsən, müsbət, pul xərcləyən. Ancaq daxildə öz büdcən azalır, pulun azalır. Belə pulu xərcləmək müsbət küdür. Ancaq pulu xərcləyən zaman öz büdcənin azaldığı qiymət nədir? Delta H-dır. Delta H daxili enerjinin dəyişməsi entalpiya adlanır. Müsbət mənfi küsünə adlanır. Enerjinin xaricə və daxil çəkilməsi adlanır. Müsbət ki olan zaman, məsələn deyək ki, H1 başlanğıc pul
da maddi libas səviyyə. Deyək məsələn 500 manatdır. H2 ilə bərabərdir 200 manatdır. Onda delta H nəyə bərabərdir? H2 çıxılsın H1. Yəni son çıxaq əvvəl. Son 200-dür, əvvəl 500-dür. Onda delta H nəyə bərabərdir? 200 çıxılsın 500. Delta H bərabərdir mənfi. Deməli, bunun məntiqi izahı nədir? Yəni, mən kənara 300 manat xərclədim ətrafıma. Kənardan görsəndim Q bərabərdir müsbət 300. Ancaq o müsbət 300 məndən çıxıb da, mən xərcləmişəm də, mənim pulum azalmalıdır. Deməli, onda mənim delta H, yəni daxili entalpiyanın dəyişməsi olacaqdır mənfi 300. Yadda saxlı həmişə delta H ilə Q bir-birinə əks qiymətdir. Biri müsbət olan, biri mənfi olur. Eyni qiymətli modulca işarəcə əksdir. Harada Q sıfırdan böyük görsəz, bilin ki, o reaksiya delta H sıra və ya harada Q mənfidirsə, orada delta H müsbətdir. Məsələn, bunu izah edək. Deyək ki, əvvəlcə mənim pulum 100 manat idi. Mən getdim, hamıdan borc yığdım, oldu H2 500 manat. Onda delta H nəyə bərabərdir? H2 çıxaq H1. Yəni delta H bərabərdir 500 çıxılsın 100. Delta H bərabərdir 400. Hə, indi mən ətrafdan borc çıxmışam da, öz daxilimdə pulum artdı, öz büdcəm artdı. Ancaq mən hamıdan borc almışam, ona görə kənardan mənə görsənəm, mənfi. Deməli, onda Q bərabərdir mənfi 400. Bəli. Yəni, sistem kənardan enerji olursa, Q mənfi olur, udduğu enerjiyə görə də daxili enerjisi artır. Delta H, entalpiya dəyişməsi sıfırdan böyük olur. Entalpiya dəyişməsi, daxili enerji dəyişməsi, enerji fərqi. Yox, reaksiya ətrafa enerji yayırsa, öz daxilindən yayır da, ona görə daxili enerjisi azalır, tutardır. Əksərən, eksotermik reaksiyalarda hamısında delta H sıra kiçik olur, endotermik reaksiyada isə həmişə delta H sıra böyük olur. Bu qədər. Yadda saxlayın. İndi baxaq uşaqlar. Bax, biri var reaksiyanın istilik effekti, bir də var yanıma əmələ gəlmək istəyir, diqqətli olun. Bax, reaksiyanın axırında görsənən bu kəmiyyət var. Bu nə adlanır? Yekun reaksiyanın istilik effekti. Məsələn, bu reaksiya baş verən zaman alim, nə baş verir? 2 mol hidrogen 1 mol oksigenlə yanıbdır, 2 mol su alınıbdır. Reaksiyanın yekun istilik effekti nə qədərdir? 570 kilojoule. İndi gəldik bir də yanıma əmələ gəlmək istəyinə. Yanan maddənin 1 molu yandıqda, yalnız 1 mol, ayrılan enerjiyə yanma istiliyi deyilir. Əmələ gələn maddənin 1 molu əmələ gələndə, ancaq 1 molu. Onun 1 molu əmələ gələn zaman udulan və yaxud da ayrılan enerjiyə deyirlər, əmələ gəlmək istiliyi. Bir də nə hesablayalım? Burada neçə mol hidrogen? 2. 2 mol yananda nə qədər enerji ayrılır? Aha, 1 mola gətirir. 1 mola Q. Neçə eləyir? Q yanma. Bəli, 286. İndi bunu hesablayalım. Bu neçə moldur burada? 2. 2 molu əmələ gələndə nə qədər yenə? Aha, bəs 1 mol əmələ gələndə olacaq, bəli, Q əmələ gəlmə yenə 286. Demək, burada məntiq nə oldu? Əmsallar eyni olan zaman yanma və əmələ gəlmə istilikləri də eyni olacaq. Çünki niyə? Yekun istilik dəyişmir, əmsallar da eynidir. Sürət və məxrəc dəyişmirsə qiymət dəyişmir də. Düsturumuz budur, qeyd edirsiniz. Q yanma bərabərdir. Yekun istilik, Q istilik effekti bölünsün əmələ yanan maddənin əmsalı. Ölək əmsal, əmsal. Bir də Q əmələ gəlmə istiliyi bərabərdir. Yenə Q istilik effekti bölünsün əmələ gələn maddənin əmsalı. Bu. Bölünsün əmsal. Yadda saxlayın. Düsturumuz budur. Yəni, hər zaman Türkçə, nəyə gəlmək lazım? Maddənin 1 moluna. Yəni, 1 mol yananda və ya 1 mol selcan əmələ gələndə ayrılan və yaxud da udulan necə edirlər? Yanma və yaxud da əmələ gəlmək istəyir. Yəni, 1 mola görə, maddənin 1 moluna görə ancaq. Ancaq nəyə baxırıq? 1 moluna görə. Baxa görə misallar üzərindən indi. Sevim baxalım. Baxın uşaqlar, 48 qram karbon yandıqda 1574 kilojoule enerji ayrılır. Bir karbon neçə qramdır? 12. 48 qram karbon neçə edir orada? Nə qədər edir? 4 molar, 4 karbon. Karbon qazında neçə karbon var? 1. Onda bizə nə lazımdır? 1 karbona görə. Onda burada karbonun 4 molu yanıbsa da 4 dənə karbon. Nə olacaqdır? 4 mol karbon qazda. Biz nəyə gəlməliyik?
bunun 1 moluna. Çünki niyə? 1 karbon yanarsa, karbon qazında bir dənə karbon var, 1 mola. 4-dən 1-ə, 4 dəfə azalmalıdır. 4 mol karbon qazı əmələ gələndə, 4 mol karbon yanır, 4 mol karbon qazı əmələ gələndə 1574 kilojul enerji ayrılır. Biz gəlməliyik maddənin 1 moluna. 1 mol nəyə bərabərdir? Q əmələ gəlmək istəyinə. Hesablayın. 393,5, bəli. Q əmələ gəlmə karbon qazı bərabərdir 393,5 kilojul. Müstəq bizdə. Bəli, bu, belə. Növbəti. İndi özünüz deyirsiniz, Kamil. Bəsit maddənin yanma istiliyi. Yekun istilik bölünsün, yanan maddənin əmsalı. Yəni, 2 bölünsün 2. Baxın, yekun istilik 2 deyil burada. Bölünsüz əmələ gələn yanan maddənin əmsalına. Yəni, 2 bölünsün 2. Bəs mürəkkəb maddənin əmələ gəlmək istiliyi. Yekun istilik bölünsün, əmələ gələn maddənin əmsalına. Yəni, 2 bölünsün 2. Qiymətlər niyə eyni oldu? Çünki bütün əmsallar eynidir. Yanan maddə və əmələ gələn maddənin əmsalı eynidir. Aha, Cəsur. Burada 2 bölünsün 2, bəs bunda? Yox, 2 bölünsün, bu maddənin əmsalı burada 1. O da özünə bərabərdir, 2-yə. Deməli, əmsal 1 olarsa, yanan maddənin və ya əmələ gələn maddənin əmsalı 1 olarsa da, bu zaman nəyə bərabərdirlər? Yanma və ya əmələ gəlməsi bərabərdir yekun reaksiyanın istilik effektinə. Deyək qadası. Burada yanan maddə hesab oldu? 1. Onda 2 bölünsün 1, yəni 2. Əmələ gələn maddə də 1 mol. 2 bölünsün 1 bərabərdir 2. Tabi. Deyək qadası. Yox, oksijeni sayma. Yanan maddə. Oksigen yanmağa kömək edən qazdır. Oksigenin yanması yoxdur. Bəli, yanan maddə alüminiumdur. Hesab olur deyil. 2 bölünsün 4. Bu isə, bəli, 2 bölünsün 2. Bunu qarası müqayisə elə. Yanma istiliyindən bu maddənin əmələ gəlməsini müqayisə elə. Nə qədər böyükdür? Hansı böyükdür? Yanma, əmələ gəlmə istiliyi yanmadan bəlkilər çox. Nəyə görürsün ki, əmələ gələn maddənin əmsalı yanan maddənin əmsalından 2 dəfə kiçikdir. Əmsal nə qədər kiçikdirsə, yekun əmələ gəlmə istiliyi yanmadan da böyük olacaqdır. Əmsal burada olsaydı 4, onda bərabər olar. Və ya da bu olsaydı 2, bərabər olar. Bəli. Deyək qadası. Burada. 2 bölü 1. Aha, 2 bölünsün 1, yəni 2. Bu isə 2 bölünsün 2. Müqayisə elə bunları. Əmələ gəlmə istiliyi yanmadan 2 dəfə kiçikdir. Çünki niyə? Bu 2-yə bölünübdür burada, bu bölüm yüktür. Özü qabul edəcək. Demək, onda bu bundan 2 dəfə kiçikdir və bu bundan 2 dəfə böyükdür. Əzbərə mühüm, ehtiyac yoxdur əzbərə. Baxın, özünüz belə bilərsiniz. Növbəti. 4.48, yəni neçə moldur alim? Mola çevirirsiniz. 4.48. 1 mol qazın həcmi nə qədərdir? Onda 0,4 neçə mol qazın həcmi 4.48 eləyər. 1 mol 24-dürsə da bitir. Neçə mol qazımız 4.48. Neçə eləyir? 0,2 mol. Aha. Bizə mol lazımdır. Bu maddənin 0,2 molu yandıqda bu qədər enerji alır. Nəyə gəlmək lazımdır? Bəli, yanan maddənin 1 tamına 1 moldur. Bəli. 0,2 178 olarsa 1 mol 2 yanması. Müsbət 890. Bəli, Ali. Diqqətli ol. 22,4 Ali. Neçə moldur? Ola çevir. 1 mol. 1 mol metan qaz yandıqda 900 kilojul enerji ayrılır standart. Yəni 1 mola bu qədərdir. 1 mola 900 olur. Onda bunu neçə mol yanmalıdır ki, 3600 kilojul enerji ayrılsın? 4 dəfə çox. Bəli, 4 mol. X bərabər 4. Aha, növbəti. Deyir ki, kükürdün 1 molunu, yəni 32 qram yandırdıqda, kükürdün 32 qram yanan zaman nə alınır? 288 kilojul enerji alınır. Deyir ki, kükürdün 24 qram yandıqda, buna görə birinci tabaq görək, nə qədər enerji ortaya çıxar? Tənasib qur. 32 qram yandıqda 288 kilojul enerji ayrılırsa, 24 qram yanarsa nə qədər enerji ayrılır? 1,5 dəfə kiçik. Kükürdün 1 tam nə qədər kütləsi var? 1 tam kütləsi.
Hə, reaksiyanın özündə qalırsa. Kükürt nə qədər? Bir dənə. Bir dənə kükürün kütləsi də nisbi atom kütləsi AR(S) bərabərdir 32. 1,5 dəfə azaldır enerji. Q bərabərdir 216. Deyir ki, bu qədər enerji ilə neçə qram suyu maye halından qaz halına buxarlandırmaq olar, gətirmək olar. Suyun 1 molu, H2O qalaq 1 moldur. 1 mol suyu buxarlandırmaq üçün nə qədər enerji udulmalıdır? 36. Niyə mən burada udulma dedim? Nəyə görə? Çünki delta H müsbət göstəribdir. Müsbətin mənası nədir? Sistem özü enerjidir ətrafda. Delta H müsbətdir. Yəni endotermik prosesdir. Sistem ətrafdan enerjini çəkir özünə, budur. Onda 1 mol su 18 qramdırsa, 18 qram suyu buxarlandırmaq üçün nə lazımdır? 36 kilojol enerji. İndi bizim əlimizdə var 216 kilojol enerji. Bu qədər enerji ilə nə qədər neçə qram suyu maye halından qaz halına getiriyorlar. Yəni 6 dəfə çox elə, bəli, 6 dəfə artırın. M bərabərdir 108 qram. Bu qədər. Yadda saxlayın uşaqlar. Maddə maye halından qaz halına keçəndə, daha doğrusu bərk halından maye halından qaz halına keçəndə bu istiqamətdə delta H sıfırdan böyük olur. Yəni sistem ətrafdan enerji udur, bərk maddəni qızdırırsan maye olur, mayeni sən qızdırırsan qaz olur. Sistem geri qaydanda, yəni aqreqat halı qazdan mayəyə, mayədən bərkə qaydanda isə özü udduğu enerjini ətrafa yayır. Məsələn, çaydandan qaynar su buxarı çıxır da qaynayanda. O buxarı əlinizi vura bilərsiniz? Yox. Çünki adam yandır. Niyə yandır əlinizi? Çünki o çaydanın içindəki maye, suyun, o qazın istiliyini udur, özü sinir və özü enerji yığır birinci. Sonra isə yığdığı enerjini başlayır özündən çıxartmağa və o buxar divara toxunan zaman nə olur? Divar sinir və hər hansı yerdə məsələn. Sonra buxar nəyə çevrilir? Mayeyə. Yəni qazdan mayeye geri dönüş olur. Və yaxud da isti suya əlini salsa, əlini istilir və qışdan və get-gedə su soyuyur. Niyə? Suyun istiliyi sana keçir, əlinə keçir və yaxud da hər hansı əşya keçir də. Deməli, avtomatik sistem özü ətrafa enerji yayır. Ona görə də bu istiqamətdə delta H sıfırdan kiçik olur. Yəni, əksinə Q sıfırdan böyük olur. Bu istiqamətdə delta H sıfırdan böyük olur, əksinə Q sıfırdan kiçik olur. Sistem ətrafdan enerji olur. Diqqətli olun, testdə var. Növbəti. Əzəmət, bir olur. Bu reaksiyanın yekun istilik effekti nə qədərdir? Yekun enerji. Nə qədər? 1672. Bəli, reaksiyanın sağ tərəfində göstərilən qiymət yoxlar. Nə adlanır? Reaksiyanın istilik effekti nə qədərdir? 1672. Bu belə. İkinci. Alimin yanma istiliyi. Yekun istilik bölünsün uşaqlar. Yanan maddənin əmsalına. Yəni 1672 bölünsün 4-ə. Deyiliriz. Alüminium oksidin əmələ gəlmə istiliyi. Bəli, yekun istilik bölünsün əmələ gələn maddənin əmsalı. Yəni 1672 bölünsün 2. 54 qram alüminium neçə mol eləyir? Mola çevir. 1 mol 27-dir. Neçə mol 54-dür? 2 mol. 1672 2 bölü. Ayrısı olur. 4 mol alüminium yandıqda bu qədər enerji alınıbsa, deyir ki, yanan alüminium 2 moldur. Yəni 2 dəfə az. Ondan bunu 2'ye bölürsə, bəli, x də bərabərdir, 1672 bölünsün 2, yəni 2 dəfə az olacaq da. 40.8 qram alüminium oksid türkə, neçə moldur olalım, ona çevir. 1 mol bu qədərdir. 1 molu 102-dirsə, neçə molu 40.8-dir. 4 dəfə artıq 10 dəfə azalır, yəni 0,4, bəli. Normal reaksiya bu neçə moldur? 2 mol. 2 mola bu qədər enerji ayrılırsa, 0,4 mola 5 dəfə az elə, bəli, ondan 5'e bölürsünüz. Q bərabərdir 1672 bölünsün 5, bu qədər. Tənasüb və həll etmək. Eyni şeydir, yenə. 5 abladı istəyirəm. Reaksiyanın yekun istilik effekti nə qədərdir? Müsbət 484, bəli, verilən enerji. İkinci hesabla? O eksotermik sayılır. Bəli, reaksiyamız eksotermik müsbətdir, bəli. Suyun əmələ gəlmə istiliyi. Yekun istilik bölünsün, əmələ gələn maddənin əmsalına. Aha, bölünsün 2. Aha, növbəti də su.
Hidrogen massası, bəli, yekün bölünsün yanan maddənin əmsalından. Yəni 484 bölünsün 2, aha, Əmsallar bərabərdir. Əmsal bərabər olduğuna görə də yanma və əmələ gəlməsi bərabərdir, bəli. Qamanda sıfır əmsal olmazsa olur. Onda özünə bərabərdir. Özüdür. Çünki belə bilirsən, əmsal yox deyə bir şey yoxdur uşaqlar, qadası. Əmsal birdir, sadəcə yazılmır. Diqqətli olun. Deyək qadası. 8 qram hidrogen neçə moldur? 1 mol hidrogen 2 qramdır. 1 mol H2 2 qramdırsa. Onda bunun neçə mol 8 qramdır? Aysa 4 mol. Reaksiya bax. 2 mol hidrogen yandıqda bu qədər enerji alınır. 4 mol yansa 2 dəfə çox elə. 2-yə bu qədərdirsə 4-ə. Onda 2 bərabərdir. Bunu 2 misli. 2 qıraq 4 84. Eləmi? 54 qram su. Deyək neçə mol eləyir? Mola çevir. 1 mol 18-dir. 1 mol 18 olanın neçə molu 54-dür. X bərabərdir 3 mol. İndi baxın. 2 mol su əmələ gəldikdə bu qədər enerji ayrılır. Onda 3 mol su əmələ gəlsə, yenə 2. 1,5 dəfə çox. Yəni 484 vurulsun 1,5. Bəli. 242-nin cəmi. 700 nə qədər gəlmiş? Uşaqlar, baxın diqqətlə. Bir dəqiqə özümdə gəlim ona kimi. Bu dərsin ən əsas mahiyyəti, ən lazımlı yerindən biri, bax bu qaydadır, HES qanunu. HES qanunu bütün fərqi yoxdur, abituriyent imtahanında da, MİQ-də sertifikasiyadır. Bu mövzuya aid olan ən az bir dənə sual düşür, diqqətli olun. Yəni uşaqların da ən çox çaşdırılan bir bölməsidir bu mövzu. Uşaqlar çaşdırırlar. HES qanunu demək mənası. Elmi izah budur. Reaksiyanın getmə şəraitindən asılı olmayaraqdan, yekun reaksiyanın tənliyi aralıq reaksiyanın cəminə bərabərdir. Yekun reaksiya tən tapan zaman, o reaksiya baş verdiyi müddətdə nə qədər aralıq reaksiya baş veribsə, onların cəmi yekun reaksiyadır. Yəni, həndəsədə vektorların skalyar cəmi, vektorun yekun uzunluğu nəyə bərabərdir? Birinci vektorun başlanğıcından, ikinci vektorun sonunun cəmi yaşanır. Hardasa da məsələn, deyək ki, A, B və BC. Onda AC nəyə bərabərdir vektor uzunluğu? AB ilə BC-nin cəmini hardasa da. Baxın, elə bir bu kimyada AC yekun reaksiyanın tənliyidir. AB ilə BC aralıq reaksiya mərhələsidir. Onda yekun mərhələ AC nəyə bərabərdir? Yəni A plus C yekun reaksiyadır. Onda A üstə gəlir B, bir də B üstə gəlir C. Bu ikisinin cəmi nəyə verəkdir? A ilə C-nin reaksiyasını baxın. Deyək ki, məsələn, burada B ilə C hər hansı maddə alınır, deyək ki, A ilə B-dəki hər hansı maddə alınır. Bu iki reaksiyanı toplayan zaman və görürsünüz ki, yekunda, məsələn, deyək B-dən C-yə keçid olubdur, belə deyək də, A-dan B-yə keçid olubdur, məsələn, sonra da buradan B-dən də C-yə keçid olubdur. Tərəf-tərəfə topluyor, deməli, A, B-lər əks tərəfdə C. Gördünüz? Yəni, riyaziyyatda olan bir qaydadır. 2 və 3 tənliyi toplayan zaman tərəf-tərəfə və ifadəni əks tərəfdə olanlar islah olur, eyni tərəf toplanılır və yekun reaksiyanın tənliyi bərabərdir, özündən əvvəlki reaksiya cəmə bərabərdir. Baxın da burada. 2 reaksiya verildir. Birinci reaksiyada C2H2 hidrogenlə birləşibdir, alınıb C2H4 və müsbət Q qədər enerji alınır. Yəni, müsbət Q demək ki, delta H tərəfdir, mənfi delta H. İkinci reaksiyada isə C2H4 təzədən hidrogenlə reaksiya edibdir və alınıb C2H6. Bu da olub müsbət Q2. Deyir, yekun tənliyi nədir burada? Baxın, yekun tənliyi tapan zaman aralıq mərhələdə olan bu iki tənliyi toplanır. Baxın, bu toplayı görək indi. Tənliyi toplayan zaman adi riyazi qayda bərabərliyin və yaxud da tənliyin əks tərəfində olan eyni ifadə nə oluşurlar? Siz deyin. Bərabərliyin əks tərəfində olan ifadələr, hadi, nə baş verir? Bərabər. İslah olur, islah. Eyni tərəfdə olanlar isə toplanır. Gözünüz deyin, görmüşəm. Tənliyin əks tərəfdə olan hansı eyni ifadə var? C2H4, C2H4 getdi. C2H2 qalır. Eyni tərəfdə 1 mol, 1 mol, 2 mol hidrogen. Bu tərəfdə C2H6. Sistem tənliyi, yəni və yaxud da reaksiyalar tərəf-tərəf toplandıqda bütün hər şey toplanılır. Deyək ki, bu reaksiyanın yekun istiliyi Q3 olsun. Q3 bərabərdir Q1 ilə Q2-nin cəminə və yaxud da delta H3 bərabərdir bu ikisinin cəminə. Delta H1 ilə delta H2-nin cəminə. Yadda saxlayın bunu.
Yəni yekun tənlik nədirsə də, o tənlik tapan zaman tərəf-tərəfə nəyi toplayırsınız da, hər şey toplanılır. İstilikdə, fərqi yoxdur, entropiyada, hər şey toplamalısınız, qayda budur. Gəl misal üzrə baxaq bir dənə, çevir baxaq. Baxın, tezdə bu çox düşürür sual. Test opsiyonda var, dində də var, burada da var. Deyək ki, bu reaksiyanın yekun tənliyi hansıdır və yekun tənliyin də istilik effekti hansıdır, hansı qiymətdir? Bir də sizə ən rahat yolu deyim uşaqlar. Hansı reaksiyanın məhsulu təzədən reagen kimi istifadə olunursa, həmin reaksiyalar biri-birinin ardıdır, biri-birinin ardı. Hansı reaksiyanın məhsulu təzədən reagen kimi istifadə olunursa, o reaksiyalar bir-birinin ardıdır. Yəni, tamamıyıdır, bitmiyibdir. O reaksiyaların cəmi yekun reaksiyadır. Gəlin üsulu eləyək. Birinci reaksiya 2P üstə gələn 3 xlor 2 alınır 2P xlor 3. Nədir uşaqlar burada? Müsbət Q1. İndi P xlor 3 maddəsi təzədən harda istifadə olunurdur? Üçüncü reaksiya. Deməli, birinci reaksiyanın ardı nədir onda məntiqdən? Üçüncü reaksiya. Çünki niyə? Birinci reaksiyanın məhsulu, baxın, təzədən istifadə olunurdur reagent kimi. Təzədən P xlor 3 maddəsi istifadə olunur, xlorla birləşir, alınır P xlor 5. İndi özünüz deyin. Bəli, burada P xlor 3 neçə moldur? Ay, 2 mol. Bu neçə moldur? Bununla bu tam islah getməsi üçün nə etmək lazımdır? Ən azından sayı az olanı çoxa bərabərləşdirmək. Onda bu tərəf biz 2-yə vuraq məcbur. Baxın, bir reaksiyanın bir tərəfi isə vurursa da, hər tərəf ona vurur, hər tərəf. Əgər bunu biz 2-yə vurmuşuqsa da, bütün hər tərəf 2-yə vurulmalıdır. Baxın, bunu da 2-yə vururuq, bunu da 2-yə vururuq. Bu reaksiyanın nədir qiyməti? Q3 elə, hətta Q3-ün qiyməti 2-yə vurulur. Çünki niyə görə? Hər tərəf 2 dəfə artırılıqdır. Kütlərin təsiri qanunu. Maddə miqdarı artırsa, ona uyğun nə artacaqdır? Ayrılan və yaxud da udulan enerji artacaqdır, o qədər. Bəli, 2 dəfə artıq deyə, 2 dəfə də artırmalıyıq. İndi bunu uşaqlar, tərəf-tərəfə toplayın görək, nə qalır? Deyin. 2P xlorişdə gedir. Aysa o, əks tərəfdə olan eyni ifadə gedir. Burada qalır 2P, sonra deyil, 3-2, 5 xlor 2, nə qaldı bu uşaqlar? 2P xlor 5, belə. Və tərəf-tərəfə toplayın. Q1 üstə gələk 2Q3. Bu nəyə bərabərdir? Bu reaksiyanın qiyməti necədir burada? Q2 ilə. O da bərabərdir Q2-yə. Deməli, əslində Q2 olan reaksiya yekun reaksiyadır. Bu yekun reaksiyanın da istilik effekti bərabərdir. Birinci reaksiyanın Q1-ilə, üçüncü reaksiyanın 2-lə, 2Q3-ə. Bərabərdir. Baxın indi, bu da bunun izahıdır, baxın. Reaksiyanın getmə şəraitindən, yerindən asılı olmayaraqdan, yekun reaksiyanın tənliyi aralıq reaksiyaların cəminə bərabərdir. Yekun reaksiyanın ifadəsi, tənliyi və yaxud da gedişatı bütün aralıq reaksiyaların cəminə bərabərdir. Bu da saxlayın. Növbədir. Baxın uşaqlar, bayaqki ən əvvəl dediyim qayda. Reaksiyalarda yekun reaksiyanın Q istilik effektini tapmaq üçün eyni şeydir. Məhsulun maddəsinin əmələ gəlmə istiliyi, Q əmələ gəlmə məhsul, vurulsun qabağındakı əmsalı, buraq əmsal, çıxılsın Q əmələ gəlmə istiliyi, reagentlər, reagent, vurulsun qabağındakı əmsal, yadda saxlayın. Yəni, birinci qayda, məhsulda hansı maddələrdir? Məhsulda mürəkkəb maddə, diqqətli olun, ancaq mürəkkəb maddə. Mürəkkəb maddələrin əmələ gəlmə istiliyi, vurulsun əmsalları, çıxılsın reagentdəki mürəkkəb maddənin əmələ gəlmə istiliyi, vurulsun əmsalları. Yadda saxlayın, belə məsələlərdə bəsit maddə sıfırdır. Yəni, Q əmələ gəlmə, bəsit maddə. Bərabərdir sıfıra. Harada bəsit maddə yoxun silin, o sayılır. Ancaq mürəkkəb maddə. Özünüz deyil, P xlor 5-in 1 mol nə qədərdir enerjisi? Bəli, əmələ gəlməsi nə qədərdir? 367. Neçə moldur qabağa? 1. Onda Q istilik effekti bərabərdir. 1 vurulsun 367. Çıxılsın reagentlər. Reagentlər hansılar uşaq? Baxın görürsünüz. Bəsit maddəni saymırıq, bu getdi. Mürəkkəb maddə, P xlor 3. Neçə moldur qabağa? 1 mol. 1 vurulsun, P xlor 3-ün miqdarı bəli. 1 vurulsun 280. Çıxın bunu. Müsbət 87 qalsın. Q reaksiyanın qiyməti istilik bərabərdir, müsbət 87. O qədər. Məhsul saxlayacaq. Vurulsun əmsalları ilə. Bu reaksiya rahatdır.
Deyilmir. Ya bura. Haydi. Tez gel. Bakın tabii. Gel bura. Yukarıda çəkmə. Çabuk. Gel bana. Tez tapın özünüzdə, elinizdə. İşte. Tamam ki keser. Özü verdiğiniz vaxt. Deyir, reaksiyada ve C1-2 bağlısın. Biri Yekun tənlik budur onsuz. Onda bunu toplamalısan. Öz sarahat edibdir. Birinci və ikinci topla tərəf-tərəfə bunları. İslah elə eyni olanları. C olaraq söylə. C olaraq söylə. Bundan bunları yıkacağız. Bu iki tənlik topluysam ona gətirsən. Topla tənlik tərəf-tərəfə. İslah elə eynilərini. Əks tərəf olanlar. Aha. Hansı islah olunur? Aha, o sonra ona nə gedir? Eyni maddə. Elə getmir, tərəfsin. Elə yox. Dedim ki, reaksiyanın əks tərəfində olan eyni maddələr. Eyni maddə hansıdır? CO, CO getdi. Qalan getmir ki, bu burada qalıbdır, bu da burada qalıbdır. Eyni tərəfdə onu topla. 2 mol C, 1 mol 1 mol. 2 mol C, bunu alınıbdır. 2 mol CO2. Tərəfləri toplayan zaman hər şey toplanılır, nə varsa da. Onda bunun dəyişli qiymətləri, bunlar toplu tərəflərdə. 787, müsbət 787. Qabaqdakı əmsallar 2-yə bölünür. Yəni əmsallar qarşılıqlı sadə ədədlər deyil. Hər tərəf 2-yə böl. C deyil, yaz. C CO2, rəhmə səbiqəli yaz. Alır CO2. Bəli, onda hər tərəf 2-yə bölünən zaman yekun istilikdə 2-yə bölünməlidir uşaqlar. Neçə eləyir onda? 393,5. Deməli, bu reaksiyanın yekun istilik nə qədərdir? 293. Qeyd elə, markerin adını. Aha. Uşaqlar, bayaqkına eyni qayda baxın yenə. Məhsulun əmələ gəlmə istiliyi, vurusun əmsalı, çıxılsın reagentlərin əmələ gəlmə istiliyi, vurusun əmsalları. Deyə görüm tez. Məhsulun hansı maddədir? Karbon qazı, karbon dioksidindən su. Karbon dioksid nə qədərdir? Bu ilə. Onda Q istilik effekti bərabərdir. Məhsulumuz karbon qazı 1 mol, 1 vuraq 393,5 da gələk. Su hesabı oldu? 2 mol. Suyun 1 mol nə qədərdir? 242. Onda 2 vuraq 242. Çıxılsın reagentimiz. Bəsit maddə sayılmır. Mürəkkəb maddə hansıdır? CH4 nə qədərdir? 75. 1 vurulsun 75. Məhsul sağ reagent tətbiq edeyim. Bundan bunu çıxın. 242, vuraq 2, 484, bu da 393,5, 784, 87, 877, çıxaq 75, 802, tam onda 5, müsbət. Başa düşdünüz? Məhsul sağ reagent, qaydamız budur. Yaxşı, bunu özünü setapı görmüşəm. Burada bunu da səhv ediblər. Baxın, tam verməyiblər. Mən yazıram, siz özünüz səhv edin. Reaksiyamız budur. Kalsiyum karbonat parçalanır, kalsiyum oksidlə karbon qazına. Yenə məhsul çıxaq reagent bərabərdir, yekun reaksiyanın istilik effekti. Hesablayın. Məhsullarımız hansıdır? Kalsiyum oksidlə karbon qazı. Və özü verib baxın. Entalpiya dəyişməsi, baxın, Q nə verməyib ha? Nə veribdir? Deməli, entalpiya dəyişməsi mənfi delta H-ın qiyməti budur. Onda bunu 2-yə çevirib Q nəyə bərabərdir? Mənfi delta H. Yəni, mənfi 178,5. Elə. Onda bunu yerdə qoyun. Q-nın qiyməti mənfi 178,5 bərabərdir. Məhsullarımız kalsiyum oksid 1 modelə qalar burada. 1. 1 vuraq X üstə gələk. Karbon qazı veribdir. 1 vurulsun mənfi 393,5. Çıxılsın reagentlər. Kalsiyum karbonat 1 vurulsun mənfi 1207. Yoxdur başqa şey. Bundan bunu çıxın. Bərabərdir mənfi 178,5-ə. Yəni məhsulların əmələ gəlmə istədiyi vurulsun əmsalı, çıxılsın reagentin əmələ gəlməsi vurulsun əmsalı. Bərabərdir mənfi 178,5-ə. Neçə alınır? Yəqin ki, burada alınan qiymət mənfi 635 eləməlidir. Baxın görün. Elə eləyir. Yoxsa yox. Hə, düzdür də elə bir ki, burada aldığınız qiymət müsbət qiymət. Baxın, burada aldığınız qiymət hesablayın tez bunu neçə alınır burada?
müsbət 635 ədə. 1 vurulsun. 1207. Mənfi 307. Qabağı çıxartdım, müsbət olacaq. 1 vuraqdan sonra bir tərzi yazmışsınız. Hə. Mənfi 1207. Yəqin ki, orada Q-nin qiyməti alınır, müsbət 635 alınır. Oradan siz nəyi sorur, diqqətli olun ha orada. Məsələn, sonunda görə nəyi sorulur? Entalpiya dəyişməsini soruşurlar. Onda delta H nəyə bərabərdir? Mənfi Q-yə uşaqlar. Q əmələ gəlmədə yəni ki, kalsium oksid bu qədərdirsə, delta H kalsium oksid nə qədərdir? Mənfi Q, o da delta H. Bəli, kalsium oksid bərabər mənfi 635 kilojoule, diqqətli olun. Bəli, orada hər ikisi mənfidir, bir müsbət mənfi olmalıdır. Səhv olmalıdır. Yanlış ediyoruz. Sağ olun. Çatdıramazsınız testi. Bəlkə o dəqiqədən aslında o dəqiqə işləyir. Niyə? Şər. Biraz Bəlkə elə Çox verəsiniz. təcrübə. Elə verəsiniz. Arkadaşlar